Sinifdə inklüziv mühitin qurulması mərhəmətə söykənən bir yanaşmadırsa, o uşaqlara xeyir eləmir. Daim mərhəmət göstərilən, daim yazığı gəlinən biri onların qarşısındadırsa və hər gün belə bir yanaşmanı görürlərsə, onlar buradan hansı mesajı götürürlər? Özlərinə qarşı da bir diskriminativ yanaşma olur. Niyə? Mənim əskik tərəfim varsa, mənim zəif tərəfim varsa, mən bunu kamuflaj eləməliyəm, mən bunu gizlətməliyəm. Bu cür fikir formalaşır. Əgər uşağın iştirakı kiminsə mərhəmətinə qalmadan, hüququ olduğu üçün sinifdə iştirak etməlidir deyə bir yanaşma təşkil olunsa sinifdə, əsasən bu müəllimlərdən çox asılıdır ki, uşağın onun burada iştirak hüququ olduğu üçün burada iştirak eləyir, bizim mərhəmətimizdən dolayı deyil. Və onun özünə verilən öhdəliklər də sinif yoldaşları onu müşahidə eləyərək böyüyürlər. Sinif yoldaşlarında bu fikir formalaşır. Deməli, mənim əskik tərəflərim olsa da mən cəmiyyətdə iştirak edə bilərəm. Mənim zəif tərəfim varsa da mən güclü tərəfimlə uğurlu ola bilərəm. Bu mesaj ötürülür. Baxın, yanaşmadan yanaşmaya nə qədər fərq var.